Salam uşaqlar, ikinci qrup 2008-ci il, ikinci qrup A variantını izah edirəm. 26-cı sualdadır ki, hansı təklif doğru deyil? Deməli, burada müstəvi iki çarpaz düz xəttdən birini kəsirsə, digərini də kəsir, yəni burada cavabı B götürəcək. Keçin növbəti sualı 27-ci. 19 + 5/8 arası ən kiçik həddini tapaq. Burada uşaqlar elə ki 5/8-dən bir vahid balaca, bir vahid böyük ədədləri qoyuruq. Yəni bir dəfə n-ə 5 verirəm, bir dəfə də 6 verirəm. N-ə 5 verək, 19 üzərinə gəlsin. 5/8 çıx 5 bağla kvadratı bərabərdir. 5/8-dən 5 çıxanda eləyir 0/8. 0/8-in kvadratı 0,64 eləyir. Bunu da 0,64 gələndə 19,64. İndi bir dəfə də 6 qoyaq. 19 üzərinə gəl. 5/8 çıx 6. 5/8-dən 6 çıxanda mənfi 0,2 eləyir. Mənfi 0,2-nin də kvadratı 0,4 eləyir. 19-un da üzərinə 0,4 gələndə 19,4 eləyəcək. Bizdən də ən kiçik soruşduğuna görə cavab B variantı. Hündürlüyü 12 sm. İti buzağın tangensi 3/2. Tangens nə idi? Bu tangens alfa burada nə olacaq? Qarşı katetin burada x yazaq. X yazaq 12-nin x-ə nisbəti bərabərdir. 3-ün 2-yə nisbətini verir. Burada da x çarpası 12-dən 3 xəsər gedir. Qalır burada 4. 4 2-yə vuranda x bərabər 8. Buranı tapdıq 8. Burada da uşaqlar düz bucaq altında kəsişib. Baxın, diaqonal yan tərəfə perpendikulardır. Biz də 1, 2 düz bucaqlı üst bucaqda hipotenuza endirilmiş perpendikulardır. Hündürlüyün kvadratı bərabərdir. 8 vurulsun. Bura A yazaq A. A da bərabərdir. 144-ü də 8-ə böləndə eləyəcək 18. Deməli, biz də buranı tapdıq 18. İndi bizdən deyir ki, trapesiyanın böyük oturacağını tap. Böyük oturacaq 18 üzərinə 8 gəlsə eləyir 26. İndi əgər bizdən kiçik oturacağını soruşsaydı, biz buradan bir hündürlükdə atırıq. Bərabər yanlı trapesiya olduğunu, buradan bura 8-dir. Deməli, buradan burada 8-dir. Ümumi 18 olduğunu buranı 10 göstərəcək. Deməli, kiçik oturacağı 10-dur, böyük oturacağı 26. Yəni, soruşa bilər bizdən. Keçir növbəti sualımıza. Deməli, baxırıq ki, burada prizma veribdir. AB A'dan B'yə 8-dir. AB 2 kökdə 7-dir. Kökdə 7-dir. AD 6 kökdə 2-dir. Mən baxıram ki, bax düz bucaqlı, üst bucaqlı iki tərəfi verilib. Deməli, o bir tərəfi tapırıq. 8 kökdə 7-nin kvadratı üzərinə 6 kök altında 2-nin kvadratı. Bu verəcək bizə hesablayanda 64 dəqiqə 8 yox, burada səhv yazdım mən. Bu 8 deyil bu. Deməli 2 kökdə 7-dir. Mən yazdığımı da oxuya bilmirəm. O da 6 kökdə 2-dir. Buna kvadratı 10. 2-nin kvadratı 4, 4'ü 7, 28. Üzərinə gəlsən 6-ın kvadratı 36, 36-ın da 2, 72. Bu eləcək 100, 100-dən də kök çıxır 10. Bu 10'dur. Buradan burada bir düz bucaq altında kəsişibdir uşaqlar. Buranı 8 verirsə, deməli bu tərəfdə 8-dir. Deməli biz burada görürük ki, bir dənə düz bucaqlı üst bucağı yarandı. Bu isə düz bucaqlı üst bucaqdır. Və düz bucaqlı üst bucaq sayısını tapanda katetdən hansının yarısı 10 vur 8 bölü 2 cavab 40. 2 bərabər yanlı üst bucağın təpə bucaqları bərabərdir. Birinci üst bucağın yan tərəfi 25, oturacağı 12-dir. Təsəvvürün ki, 2 dənə üst bucaqdır. Təpə bucaqlar bərabərdir və bunlar buradan baxırıq ki, bunlar oxşar üst bucaqlardır. Birinci üst bucağın yan tərəfi 25-dir. Oturacağı 12-dir. İkinci üst bucağın oturacağı 15-dir. Bizə deyir ki, o yan tərəfini tapaq. Buradan baxırıq ki, deməli belə yazaq da 25-in 12-yə nisbəti bərabərdir x-in də 15-ə nisbəti. Bunun x bərabərdir 15 vur 25 böl 12, 31,25. Keçir bura. A sıfırdan kiçikdir. A sıfırdan kiçik olanda buradan A çıxır.
4 ilə 4 gedir. Amma mənfi ilə götürəcəyik. Çünki A sıfırdan kiçik, cüt olanlar mənfi ilə çıxacaq. Bu 5 olduğu kimi qalır. A kimi çıxacaq. Bu da ki, mənfi adı. Bu da mənfi A kimi çıxacaq. İndi gətirib yerinə yazsaq. 2-ni vura mənfi A-ya, mənfi 2A. Üzərinə gəlsin A. Bu mənfi, bu da mənfidir. Mənfinin mənfinin üzərinə gəlsin A. Bu elədi 2A, bu da mənfi 2A. Cavab elədi 0, Y variantı. Deməli, bura eləyir 2 qamma. 2 qammanın cəmi bizə verəcək neçə? Deməli, 180-i. Bu 3 qamma bölü 180, qamma da bərabərdir 60 dərəcə. Buranı tapaq 60 dərəcə. Keçək növbəti sualımıza. Deməli, usta gün ərzində planında 60 detal, şagird 40 detal, usta 60, şagird 40. Usta planı 105%, vur 105 bölü 100. Bu da belə yazaq, bərabərdir. 60'a 100'ə vurub, beləcək 63. Şagird isə belə yazaq, deməli 60'da 60'ın 90%'ını tapıram. 90% yerinə yetir, bölü 100 bərabərdir 54. Yox, bir dəqiqə. 60, 40'dır, 40. 36. 36. Deyək ki, usta planı, birgə işin neçə faiz? Birgə 63 bu görüb, 36 bu görüb. Bu eləyir cəmi 99. Amma ümumilikdə 60, 40 eləyir 2100, vurulsun 100%. Cavab eləyir 99. Keçirik 34-cü suala. Paralleqramdır. Tərəfi 8, 12-dir. Paralleqramın hündürlüklərindən böyüyü 12-dir. Bura 2 dənə hündürlük çəkirəm. Mən bilirəm ki, böyük tərəfi çəkilən hündürlük, özümüz baxanda görürük ki, bu kiçik hündürlükdür, bu böyük hündürlükdür. Bura 8, bura 8-dir. Böyük hündürlük verib 10. Bizdən sonra kiçik hündürlüyü. Yəni 12 vursun x bərabər 8 10 80. Hər tərəfin 4-ə bölü 3x bərabərdir 20. X də bərabərdir 20 bölünsün 3. Bu da versə bizə 6 3 oldu 18. 18 2 eləyir 20. 3-də 20 eləyir. Keçək növbəti sualımıza. Burada mən yazmayacağım. Yarısını burada yazaq, yarısını vərəqə yazaq. Və bu 90 dərəcədir. CD-ni verib 5. BC-ni verib 13. Deməli, bura düşəcək 12. Bu necə tapdıq? 169-un Pifaqor qaydasında 25-i çıxıram eləyir. 144, bu da verir 12. Sonra bizə nə deyir? Deməli, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağa biz bilik ki 25 bərabərdir. X vurulsun 12. X də bərabərdir 25 bölünsün 12. Deməli, bura düşdü. 25 bölünsün 12. Düzdür. İndi bizdən AC-ni soruşur ki, buranı tapaq Y-i. Bu zamanlar da Y-in kvadratı bərabərdir. Kat etdi. Bu 90'dır. Deməli, bu da 90'dır. 5'in kvadratı 25. Üzərinə gəlsin. 12'də 25'in kvadratı. Yəni 144'də 625 bərabərdir. Baxın, bu necə hesablayırlar. 144'ü yazdım bura. Bu olacaq 144 vur 25. Üzərinə gəlsin 625 bərabərdir. Baxaq, 144 vurulsun 25. Üzərinə gəlsin 625 bölünsün 144. Mən burada 25'i çıxaram mərkəzə kənarına. Burada qalacaq 144. Üzərinə gəlsin 625 25 25 bölü 144. Bu da bərabərdir 144. 25 vurulsun 169. Buradan da kök alaq. Y kvadratı bərabər 144'dən çıxır 12. 25'dən çıxır 5. 169'dan çıxır 13. Yəni 12'də 65. Cavab A variantı. Keçək 36-cı suala. 36-cı sual, mən bunu köçürdüm. Birinci mötərizənin içərisini yazım. Mən götürəm hər ikisinin deməli, görürsünüz burada fərqlidir də. Bu ifadəni bu ifadə bəndə x təgər y qalır. Bunu buna vuranda eləyəcək x təgər y-in kvadratı çıx. Bu ifadəni bura və müsbətlər gedir, mənfisi qalır.
x minus y kvadratı. Burada da biz vurub açmayaq. A kvadrat b kvadratını tətbiq edirik. Yəni birincidən üzərinə ikincini gələm. X minus y. Birincidən ikincini çıxıram. Çıx y minus y. Burada mənfi olduğunu bura müsbət yazıram. Bu bir yuxarını həll edək. İşimiz rahat olsun. Y-nə y getdi, qaldı 2x. X-nə x getdi, qaldı 2y. Aşağıda da ki, mən bunu kvadratlar şəklində yazdım. Görsən, açıq B üstəgəl B idi. Yəni, x kvadratı minus y kvadratı. Bu birinci. Keçirəm ikinciyə. İndi bunu həll edirəm. Deməli, baxaq, eyni şey oxşuyur. Baxıram ki, bu da eynisidir. Bu da eynidir. Eyni ifadədir də. Üstündə mənfi 1 olduğuna görə mən bunu yerlərini dəyişib yazacağım. Bir dəqiqə baxım, səhv eləməyim. X məsələ. Yox, burada çıxmadı. Burada toplamadı. Bir dəqiqə səhv eləyəm. Bir rəqəm səhvi bizim misalımızı səhv aparmasın. Sadəcə mən burada eyni şeyi yazıram. Burada toplama yazacağım da elə belə. Bu ifadəni köçürdürəm. Vaxtımız getməsin. Eynidir. Sadəcə burada toplama yazacağım. X y kvadratı üzərinə gəl. X minus y kvadratı. Burada x minus y üstəgəl y olsun. Açaq. Birinci, bunu belə də yaza bilərəm. A üstəgəl B bağlı kvadratı. Nəysə, bunu vuraq açaq. X-in kvadratı üzərinə gəl y kvadratı üstəgəl 2xy. Üzərinə gəl, yenə x-in kvadratı, üzərinə gəl y-in kvadratı, çıx 2xy. Yəni ki, bildiniz də, birincinin kvadratı, birincinin ikinci ikimisdir. Üzərinə gəl ikinci. Buna bu getdi. Baxa nə qaldı? 2x-in kvadratı, üzərinə gəl 2y-in kvadratı. Aşağıda da qaldı. Deməli, x kvadratı minus y kvadratı. Və gətir misalımızı yazaq. Bax, burada gətir bunu buraya yazam. Amma yerlərini dəyişib yazam. Çünki üstü mənfi 1-dir. X kvadratı minus y kvadratı. Aşağıda da 2 x kvadratı üzərinə gəl 2 y kvadratı. İndi mən bunu belə yazıram. Bərabərdir. Bax, bura alım çərçivəyəm. Bizə mane olmasın. Bax, bu ifadə aşağıda yazıram. Bax, burada 2-ni 2 onu 4 eləyir. Buradan da 2'yi mötədə kənarına çıxartsam, bu ifadə qalacaq. Bu da buradan 2-si, 2'nin də 2 var, 4. İndi deyəsiniz, burada vurma olduğuna görə 4 eləyir. Burada vurma deyil, toplamada onu 2'ni çıxarmışsın. 4 ilə 2 xısar getdi, qaldı burada 2. Bu getdi. 2 x, y bölünsün. X kvadratı üzərinə gəlsin, y kvadratı. Baxaq, bizə cavablar nə şəkildə verib. Deyir, cavab D bəndidir. Heç burada yoxdur. Bir dəqiqə. B variantı. Cavab B'dir. Keçək 37-ci suala. 37-də ki, ən kiçik tam həlini tapaq. Deməli, mən bunu belə eləyək də. Bu 0,5'dir. Sıx x1 də 1-dir 2-in 0,5 x bərabər. 4x-ə vuram 4x. 4-də 1,5 var, elir 6. Deməli, 6-nı bu təfə kesin 0,5 çıx 6. 4x üzərinə gəl, bu müsbət mənfidə bu təfə kesin 0,5x. Belə 0,5-dən 6 çıxanda, 6-dan 0,5 çıxan 5,5. 6-nın işarəsi yazım, çünki mənfidir. Kiçik bərabərdir, bu da eləyir, toplanın 4,5x. Bir şey nəzərimizə çatdıraq. Hər tərəfin 0,5-ə bölürəm. Vergüllər silindi. Ən rahat yol sildim. Hər tərəfin bölək 5-ə. 55-i böləndə 5-ə edir, mənfi 11. Kiçik bərabər 45-i 5-ə böləndə edir 9x. Düzdür? Yəni, belə 9x böyükdür, bərabər mənfi 11. X-ə böyük bərabərdir, mənfi 11 bölünsün 9. Bu da təxminən çıxır, mənfi 1,9'da 1. Bizə nəyi soruşur burada? Bərabərsə ən kiçik tam həlini tapaq. Yəni, x böyükdür, mənfi, belə götürək də tutalım. X böyük bərabərdir. Mənfi 1, sonra gəl 0, 1, 2 bu şəkildə davam edəcək. Bizə ən kiçik tam həllər dediyi cavab Y var. Mənfi 1 olacaq. Keçirik, bax burada. Bu suala baxaq.
Böyle sardım. 38'ini saldı. 38'ini saldı. Mən ən rahat ibtidai funksiyada mən birinci bunu bu törəmə tapılmış halıdır. Bunu gətirəm əvvəlki vəziyyətinə. 2x nəyin törəməsidir? X kvadratının. Yəni ki, buradakı 2-ni qaldıran buraya ilə x kvadratı. Buradakı x olur da, yəni çıx 5x. Üzərinə gəlsin c. Bizə de ki, x-ə 0 verəndə, y bərabərdir. X-ə 0 verəndə y-in 3 olub. Başlayalım həlləməyə. 3 bərabərdir. X-ə 0 çıx, 5 vur 0 üstə gəl c. Bu getdi, c bərabərdir 3. Mən funksiyanı bərabər edirəm. Y bərabərdir x kvadratı. Gətir ki, c-ni yerinə. O bura funksiyalar necə eyni şeydir də. Yəni c-ni tapdıq, da qoyduq bura. Mənə nə edir? Tap, 1-i tap. Gətir x-in yerinə 1 qoy. 1-in kvadratı vur, 1-in üstə gəl. 1-in kvadratı 1 çıx, 5 üstə gəl 3. Cavab verəcək -1. D variantı. İndi keçsəm 39-cu sualı izah verməyə. 39'da bizə nə deyir? Deyir ki, 39'da. Baxın, burada bir şey diqqət yetirək. Tangens nə deməkdir? Bu vurğu hər birini ayrıda 0-a bərabər edirəm. Bax, bura bilən diqqət edin. Bir dənə tangens x bərabər 0, kosinus x bərabər 0. İndi mən bir şey nəzərinizə çatdırım ki, deməli, burada tangens nə deməkdir? Sinus bölünsün kosinus, düzdür? Sinus bölünsün kosinus deməkdir, düzdürmü? Mən əgər burada kosinus bərabər 0 yazıramsa, bu ifadə bura qoyanda doğrusunu özü, yəni 0-a bölmə yoxdur. Ona görə kosinus 0-a bərabər eləyə bilmərəm. Mən onda bir dənə bu ifadəni 0-a bərabər eləyəm. Tangens x ilə bərabərdir burada nəyə? -1-ə. -1-i nədə alır uşaqlar? 45 dərəcədə, yəni -pi bölünsün 4 üstə pi n. Cavab A variantı. Keçirəm 40-cı suala. 40-cı sualda baxaq. Y bərabərdir. Yəni birinci bu hissəyə baxaq. 3 sinus x kosinus x. Bu sinus 2 alfa gətirmək üçün mən bunu deməli belə yazaq. 3-ü burada yazaq. Deməli 2-də 1 vur 2 kimi yazaq buranı. Sinus x kosinus x. Yəni 2 sinus alfa kosinus alfa olmalıdır. Burada 2 əlavə etdiyimə görə burada 2-də 1 yazım. 2-lə 2 ixtisar getsin. Bu da bərabərdir. Bax bu ifadə mənə, bax bu ifadə verəcək mənə sinus 2 alfanı 3 bölünsün 2. Yəni 2-də 3. 1,5 yazam. 3-ü 2-yə böləndə 1,5 sinus 2 alfa. Sinus 2x çıxılsın 2-də 1. Düzdür? Yazdım belə. Başlayaq burada həll eləməyə. Mən nə edirəm? Mən burada sinus 2x-ə bunu yazmışam da, buraya ehtiyac yoxdur. Sinus 2x, yəni mənim ifadəm oldu 1,5 sinus 2x çıxılsın 0,5 belə. Mənim sinusum hansı qiymətlər alır? Sinus x 0 alır. Sinus x-im 1 alır. Sinus x-im -1 alır. Gətirəm bu ifadəni yəni yazıram. 1,5 vurulsun deməli 0 çıx 0,5. Bu getdi, beləcə -0,5. Sonra 1,5 1 qoyaq. Yəni vur 1 çıx 0,5. 1,5 eləyir vuranda. 0,5 ilə çıxanda cavab verəcək 1. Bir dəfə -1 qoyub 1,5 vur -1 beləcə -1 çıx 0,5. 2 mənfi topub eləyir -2. İndi bizdən nə soruşur burada? Qiymətlər deməli -2 1. Bu da cavab olacaq -2 1 cavab D variantı. Keçək 41-ci suala. Bax bu ifadə 10 üstü -3 deməkdir. -3 deməkdir. Bax əsaslar eynidir. X üstə gələk 1 böyükdür -3. X böyük bərabər braketdə -4 oldu. Yəni -3 çıx 1 -4 cavab D variantı. Keçək 42-ci suala. Birinci 42-ci sualda nə edirəm? Törəməni tapıram. Törəməni tapanda bu 3-ü vuran bu şeylə nə qədər? 9 x. Bunda bir vahid azaldım. 9x-in kvadrat çıx. Bu 2-ni vuran 9 ilə 18 x. 2-dən də bir vahid çıxan 1. Yəni törəmə belədir ki, bunu vururam qabaqdakı rəqəmə, üstündə bir vahid azaldıram. Bunu bərabər edirəm 0-a. Hər tərəfini 9-a bölək. X kvadrat çıx. 2x bərabərdir 0. X-in ötədə kənar çıxan x çıx 1 bərabər 0. X bərabər 0 edir. X çıx 1 də bərabər edir 0-a. X də bərabər eləyəcək 1. X də bərabər eləyəcək 1. Bax, bunu tapdım belə.
Sonra mən gətirim nə? Baxın 0 ilə 1, -1 4 aralığında deməli yerləşir. Yəni x-ə mən bir dəfə x-ə 0 verirəm. Bir dəfə x-ə 1 verirəm. Bir dəfə x-ə -1 verirəm. Bir dəfə x-ə 4 verirəm. Gətir qoy yerinə. Bax 3 x kubu deyil, x kubun yerinə yazım 0. Çıx 9 vurulsun 0 üstə gəl 2. Burada da belə 2. İndi 1 var. 3 vurulsun 1, çıxsın 9 vurulsun 1, üzərinə gəlsin 2. 3-dən 9 çıxanda 3-dən 2 toplayaq eləyir deməli 5, 5-dən 9 çıxanda eləyir -4. İndi bir dəqiqə bir şey dedik ki, bu mənfi 1, müsbət 1 qoymuşam. İndi keçək -1 qoyaq. Mən 1-ni yazdım bura. Bu 2-dir axı. Bu 2 eləyir. Bu 2-dir. Bunu 2 yazaq bura. 3 vurulsun 2'nin kubu 8. 9 vurulsun 2'nin kvadradı 4. 3'ü 8'e vuram 24. Bu 2 yəni 26. 36'dan da 26 çıxıram eləyir 10. Amma mənfi 10. Mənfi 10 eləyəcək. Sonra qəti -1 qoyaq. 3 vurulsun -1'in kubu -1. -1 3 oldu -3. Çıxılsın 9 -1'in kvadratı 1. 9'a 1'ə vuranda 9 üzərinə gəl 2. -3 -9 eləyir -12. -12'nin üzərinə 2 gəndə -10. Bu da elədi -10. İndi gətir 4 qoyaq. Bax 4 qoyaq burada qoyum. Qoyanda 4. 3 vurulsun 4'ün kubu çıx 9 vurulsun 4'ün kvadratı üzərinə gəlsin 2. 4'ün kubu 64'dür. 64'ü vuraq 3'ə 182. 192. 192. Üzerine 2 gələ 194. Çıx. 4'ün 16. 16'ını da vuraq 9'a. 9 6. Bu da elə 144. Çıx 144. Bərabərdir. 194'dən də 144 çıxanda bu da eləyəcək 50. İndi bizə nə soruşur? Ən böyük qiyməti 50'dir. Ən kiçik qiyməti -10'dur da. Fərqi ortasını göstər. Fərqini tapdı. 50 çıx 10 bərabər edəcək 60. Bu axı mənfinin yanında müsbətə toplama aləndə. Keçək 43-cü suala. Baxın 43-də mən sizə qısa variant öyrədim necə işləyir. Y bölünsün x bərabər nəyə? 9'a 4'də bu. Demək y-in qabağında 4k durur. X-in qabağında 9k durur. Mən bax buraya yazmıram. 2 vursun x. X-in yanına yazıram 9k. 5 vursun 4k bərabərdir -4. 18. Baba edir 18k çıx 20k bərabər -4. -2k bərabərdir -4. K da bərabərdir -4 də -2 bölündə edir -2. Düzdür? Mənə deyir y çıx x. 4k çıxılsın 9k. Bu elədir nə qədər? -5k. -5'i də vuraq 2'yə eləyir -10. Cavab B variantı. Keçək 44-cü suala. Bir dəfə x modulda olduğuna görə bir dəfə mənfi, bir dəfə müsbət kimi götürsək. 6 tam 3/1 kiçikdir x. Kiçikdir 11/2. Burada deməli x-in yerinə 6 tam nə qədərdir? Məsələn 6/3. 6/3 nədən kiçikdir? 7-dən. 11/2-dən qabağına 11. Deməli burada ədədlərim 7, 11. Bir dəfədən mənfi kimi götür. 6 tam 3/1. Kiçikdir -x, kiçikdir 11/2. Biz x-in ətrafını boşaltmalıyıq. Yəni hər tərəfi mənfiyə vuraq. -6 tam 3/1 böyükdür x, böyükdür -11/2. Burada nə dura bilər? -6 tam 3/1 nədən böyükdür? Məsələn, -6 -7'dən böyükdür. Bura -7 durur. -11/2, misal üçün -12 nədən böyükdür? Məsələn, -13'dən deməli ədəd oxunda belə durur da -11/2'dir. Düzdürmü? Məsələn, bura -11'dir, -10'dur. Deməli, -10 11'dən böyükdür. -11 məsələn 11/2'dən böyükdür. Deməli burada olacaq -11. Düzdür?
İndi bizə nə soruşur? Bir dənə baxaq. Ən böyük və ən kiçik tam dəyərlərinin cəmi 1 ilə 11-in 11 ilə də -11-in cəmi edir 0. Keçək o 45-ci suala. 45-də baxaq. Bax, birinci bu buranı açsaq, bu buranı. Deməli, bunu necə açırıq? -x kvadrat üzərinə 3x çıx 2. Bax, bu A -1-dir. B 3-dür. C də -2-dir. N bərabərdir. Ən böyük qiymət nədir? 4AC çıx B kvadratı bölünsün 4A. Bərabərdir. 4 vurulsun. -1 vursun. Qoy yazım. Olsun -2. Çıx 3-ün kvadratı bölünsün 4 vursun -1. Bərabərdir. -1-i -2-yə, müsbət 2, onu da 4-ə vuranda 8 çıxılsın 9 bölünsün -4. 8-dən 9 çıxanda -1, bu da -4, bu eləcə 4-də 1. Kökün altından çıxacağına 2-də 1. Deməli, bu kökün altı elədi 2-də 1. Düzdür? Biz bu ifadəyə 0 versək, 0 olsa, bir qiymət eləcək 2. Sonra 2 üzərinə gəlsin 2-də 1, bu da elə 2-də 5. Bir qiyməti 2-də 5-dir. 2-də 5 cavab Y variantı. 46-cı suala baxırıq. 46-cı sualda deməli biz burada nə müşahidə edirik? Modul ifadə həmişə 0-dan böyük bərabərdir 0. Və bir şey də müşahidə edək burada ki, burada baxıram ki, ifadədə nə görürəm? Sol tərəf sağ tərəfə bərabərdir. Mən sol tərəfi götürürəm. 0-dan böyük bərabər edib həll edirəm. Bunun da açılışı vuranda 18. Deməli, baxın, 6 3-dür bu. Böyük bərabər 0. -6 -3-ə vuranda müsbət 18 çıxanda toplayanda -9 eləyir. Burada müsbət 6 müsbət 3 eləyəcək. 3 6 müsbət -müsbət. Mən ancaq müsbət tərəfə götürüm. Yəni mənfi sonsuzluqdan 3-ə, altdan müsbət sonsuzluğa arandı 47. 47-yə baxaq. A-nı tapaq. 8 4 bərabərdir. Burada necə yazılır? 8 faktorial bölünsün, deməli 4 faktorial. Bu da bərabərdir. 8-i belə yazaq. 8, 7, 6, 5, 4 faktorialda dayanırıq. Bu da 4 faktorial. Bu getdi. Cavab elədi bu. İndi B-yə baxaq. B bərabər 8 faktorial. İndi deyək, əkub. Deməli, A-nı da aldıq. Buradan yazaq. 8 vur, 7 vur, 6 vur, 5. Bunların əkubu, əbobunu tapaq. Əkubu, əbobu. Əkubu hansıdır, əbobu hansıdır? Sizcə, əkub bu olar, bu olar. Burada 1-dən 8-ə kimi ədədlər var. Burada 5-dən 8-ə kimi. Demək, ən böyük götürür. Demək, əkub 8 faktorialdır. Əbobdakı müəyyən məsələdə budur. 8, 7, 6, 5. Bizə deyir, bunu buna böl. 8-i nə yazaq? 8, 7, 6, 5, 4 faktorialı deyərək. Bu ifadələr getdi. 4 faktorial da bərabər, 7 ilə 4 faktorial da bərabər 4 vur, 3 vur, 2 vur, 1. 24. 48-i 24-dür. Bura baxırıq. Bu ox kəsiyidir. Bura 45-də, burada 45-dir. Deməli, bir də CD-ni verib 2, onda burada AD 2-dir. AD 2-dir, yəni diametr 2-də R1-dir. S yəni nəyə bərabərdir? S yəni bərabərdir 2. Yəni, bax, yan səthin sayısını deyir də, tap. Yan səthin sayısını tap deyəndə 2 pi R kvadratı vursun H. O da bərabərdir. 2 vur pi vur 1. H-ımdakı 2-dir. 4 pi. Cavab deməli. 9-a baxaq. Bir üstündə həlim. Z kvadratı bərabərdir 1. Və bunun Z kvadratı bərabərdir 1. Bu həlli var. Bu hitmanın həlli var. Z kvadratı bərabərdir -1, bunun həlli yoxdur. Z kvadratı bərabərdir -3, bunun da həlli yoxdur. İndi bu ikisini yoxlayaq. Bax, bunun üçün dən diskriminant tapaq burada. D bərabərdir. 1 çıxılsın 8 və 4, 32. Bu həlli yoxdur. Bunun da həlli yoxdur. Buna baxaq. 4, 2 kvadrat 4, üzərinə gəl. Hə, bu toplamadır ki, bunun həlli var. 3 dərsinin həlli yoxdur. Keçə, bax, bu 2,8-i keçirdirəm qabağa. Bu eləcə 10 üstü 3. Bax, EG 10 üstü 3. Bu onunla bu 10 getdi. Burada qaldı 3. Vur 3. Üstə gələk. Bu 2,8-də keçirdim qabağa.
Bu 13'ün -3'dür. Vurusu -3. 2,18'i bax belə aldı. 2,18 vur 3. Üzərinə gəlsin. 2,8. 13'ün -3 idi. Onlar getdi -3 qaldı. Vurusu -3. Uşaqlar bu əks qiymətlə cavab edir 0.